2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinə yeni işə qəbul olunanların sayı 252 nəfər olub. Bu, son 5 ilin ən böyük rəqəmidir. TNS xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öz sosial şəbəkə hesabında yazıb. Rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikası üzrə ən geniş işə götürən müəssisələrdəndir. Elbrus İsayevin paylaşdığı cədvəldən aydın olur ki, son 5 ildə ali məktəbdə 746 nəfər işə qəbul edilib. 2020-ci ildə 43, 2021-ci ildə 88, 2022-ci ildə 64, 2023-cü ildə 142, 2024-cü ildə 157, 2025-ci ildə isə 252 nəfər işə götürülüb. Göründüyü kimi, ali məktəb Muxtar Respublikada təkcə elmin, təhsilin inkişafına, kadr hazırlığına deyil, məşğulluq probleminin həllinə də öz töhfəsini verir. Naxçıvan Dövlət Universiteti bir il ərzində sanki öz daxilində iri bir müəssisə yaradıb. Son 3 ildə Naxçıvanda 70 minə yaxın iş yerinin bağlanması fonunda ali məktəbin kütləvi işə qəbulu böyük uğur, məşğulluğun artmasına müsbət təsir edən ciddi faktordur. Bütün bunlarla yanaşı, universitetin işçilərinin əmək haqlarının artırılması istiqamətində də ardıcıl tədbirlər görülür.